Niyə mən kiməsə yalvarmalıyam? Niyə kimsə öz cibindən mənə müalicə elətdirməlidir? Ha, mən dilənçiyəm. Mən müharibəyə getməmişəm, amma mənim hərbi şəraitim də var idi. Mənim qeyrətim dözməz getdim, heç kimə də minnət vermirəm. Heç kimə də minnət vermirəm. Bir vətəndaş kimi niyə millət vəkili gəlib mənimlə maraqlanmır? Yox, o qardaşla maraqlansalar özünü yandırmaz. Niyə maraqlanmırlar? Hə? Bayram Nurlu kimisi Qalemvagen də gəzir, məndən artıq oğlandı. Kimdir o? Kimdir? Yəni yox. Var da qardaş, vallahi məndən yaxşı oğlandı bu dəqiqə o. Vallahi məndən yaxşı oğlandı. Mən dədəmin yanında tutandan başımı sallamaşaq. Amma o belə dədəsinə deyir Allah ye. Mən dədəmə deyəmirəm onu. Deyəmirəm mən dədəm onu. Deməli məndən yaxşı oğlandı da. Mən qızımdan utanıram. Əli boş evə girmək bizdə nə deməkdir? Yaxşı olanlar sizsiniz. Ay biz Allahın olsun dildə baş tacıyıq. Quran haqqı dildə baş. Şəhidini unudub 31 göyə fişəng atan millətdən nə gözlüsüz siz? Şəhidini unudub 31 göyə xristian bayramına görə fişəng atan millətdən siz bundan artıq nə gözlüsüz ki? Bundan artıq nə olmalı idi ki? Quran haqqı bir hamı özünü yandıracaq. Bir hamı belə də olacaq. Niyə? Qardaş, əvvəlki əsəb yox, əvvəlki sağlamlıq yox, mən işləyə bilmirəm. Cənab prezident, bunların bir dənə məqsədi var, sizlə bizi üz-üzə qoymaq. Başqa məqsədləri yox. Bunlar ermənidirlər. Quran haqqı ermənidirlər. Yenə erməni bilirdin, düşmənini vururdun. Bunu vura da bilmirsən, adamı yandıran odur. Vura da bilmirsən. Bezmişik buradayıq. Mən niyə kimsə öz cibindən müalicə elətdirməlidir, ha qardaş? Niyə? Dövlət icbari sığorta nəyə yaranıb? Nəyə yaranıb icbari sığorta? 15 gündür mən yığıram, 15 gündür mən yığıram. Hələ ambulans gəlib çıxmayıb, Quran haqqı. Hələ gəlib çıxmayıb. Qazi ilə nədir sizin qəsdi qərəzliyiniz? Nə istəyirsiniz bizdən? Nə dədəvizə güllə atmışıq? Açıq aydın deyirəm, dədəmə güllə atmışsan, səndən düşmənçi edirəm, bizə belə işimiz. Belə şey olmur ya, Allah haqqı, nə bilim. Yalandan danışıb boş-boşuna çənəmizi ağrıdır. Baxacaq, biri komment yazacaq belə, biri yazacaq elə, biri yazacaq formanı niyə çıxartmırsınız, biri yazacaq 3 ildir müharibə qutarıb, pis yox. Yəni budur. Budur, biz bezmişik. Millət olaraq nə yanımızda deyil, nə də bu məmurlar yanımızda deyil. Dünənə kimi formada mənim öndə qucaqlayıb öpən adam bir müharibə 3 il qutarıb, niyə formanı çıxartmırsan? Gedərdin, sən də canını qoyardın, sən də çıxartmazdın. Sən şəhidini unutmusan, gedirsən gündə bir də gic-gic işlərlə məşğulsan, amma mən şəhidimi unuda bilmirəm, mənim qeyrətim icazə vermir. Buna görə qazilər bütün gün formadadırlar. Şəhid məclislərinə gedirsən, şəhidin ailəsindən, qohumlarından, qazilərdən başqa heç kim olmur orada. Niyə təkcə mənim borcumdur şəhidi ziyarət eləmək? Gedin şəhidlər xiyabanda görün bir adam var, ancaq analarıdır. Başqa heç kim yoxdur. Göyə fişəng atırdılar 31-ə. Ay, nəyə sevinirsən? O 3000 can gedib, 11000 can qurban vermirsən sən 92-dən bura. Nəyə sevinirsən?